Hər bir xəstə yenilikdir. İki orqanizm heç vaxt bir-birinə oxşamır. Eyni xəstəlik olsa da. Yəni onların hamısına individual yanaşmaq lazımdır. Ona görə də bu günləri biz o işlərə qaydası olsaq, demək çətindir onu. Çünki hər xəstənin öz ab-havası olub, hər xəstə üçün bir cür yanaşma olur. Əsas nəticə bizi maraqlandırır. Xəstə sağaldı. Həyatınızda gördüyünüz ən böyük möcüzə nə olub? Hansısa xəstənin sağalmasında ilahi möcüzə görmüsünüzmü? Onsuz da xəstənin sağalması ilahi möcüzədir. Necə ki, dünyaya gəlmək ilahi möcüzədir, onun sağalması da ilahi möcüzədir. Yəni, insan həyatı belədir də, hər kəs anadan olanda ona son nöqtə verilir. 80 yaş, 90 yaş, 10 yaş, 5 yaş, 3 yaş, 1 ay, 2 ay. Və biz həmin yaşdan sıfıra doğru gedirik. Sıfırdan o yaşa doğru yox. Əgər bugün anadan olmuş uşağın həyat 80 yaşdırsa, deməli artıq o 80'dir. Sıfıra doğru getməlidir. Sıfıra çatandan sonra nə edirsən elə.